İran hakimiyyəti ölkədə baş verən kütləvi etiraz aksiyaları zamanı minlərlə insanın öldürüldüyünü rəsmi şəkildə etiraf edib. İranın Milli Təhlükəsizlik Şurasının yaydığı məlumata görə etirazlar zamanı ümumilikdə 3117 nəfər həlak olub. Sənəddə qeyd olunur ki, ölənlər arasında 2427 günahsız mülki şəxs və təhlükəsizlik qüvvələrinin əməkdaşları da var. Lakin bu kateqoriyaların necə müəyyən edildiyi və ölənlərin hansı şəraitdə həyatını itirdiyi ilə bağlı ətraflı açıqlama verilməyib. Bununla yanaşı həkimlər, hüquq müdafiə təşkilatları və hadisələrin şahidləri rəsmi statistikaya şübhə ilə yanaşırlar. Onların iddialarına görə etirazlar zamanı ölənlərin sayı 10 min nəfərə qədər, yaralananların sayı isə 300 mindən çox ola bilər. Qeyri-rəsmi məlumatlara əsasən saxlanılan şəxslərin sayı da təxminən 26 min nəfər təşkil edir. Bu məlumatları müstəqil şəkildə təsdiqləmək və ya təksib etmək mümkün deyil. Çünki İran hakimiyyəti etirazlar fonunda internetə ciddi məhdudiyyətlər tətbiq edib və ölkədən informasiya axını fasilələrlə həyata keçirilir.